Yəni qadınlar öz başına hərəkət edə bilməz ki, niyə qadın məhz azad hüquq, qadın bir insan deyil, öz başına bir qərar ola bilməz. Ümumi kişinin qərarını alıb getməlidir. Mənə görə pis bir şeydir. Qadın hüquqları yenə tapdalanır. Qadın evli olurlar. Ərindən icazəsiz hansısa bir hərəkət edə bilər. Qadın ərinə xəbər edib hərəkət edə bilər. İcazəsiz deyəndə ki, əlbəttə icazə almaq heç kəsin icazə almaq məcburiyyətində deyil. Amma müəyyən yerdə xəbərləşmə ola bilər aralarında. Kişi və qadın arasında hörmət varsa bir-birinə xəbər edə bilər müəyyən. Qadın həyat yoldaşına icazəsiz hansısa bir hərəkət edə bilər. Mənim tərəfdən soruşursunuzsa, müsəlmanları görməm, mənim tərəfdən soruşursunuzsa, heç kəsin yəsi deyil ki, icazəsini də alsın. Buna görə ömür boyu belə qalacaqdır, lənətə gəlsin. Yəni mən düşünürəm ki, qadın əgər həyat yoldaşının sözündən çıxırsa, qadın həyat yoldaşının sözünə itaət eləmirsə, bu özbaşınalıq deməkdir. Və itaət eləmək demirəm, yoldaşının qulu olsun, yoldaşının nökəri olsun. Sadəcə, yəni gedib yoldaşı qalır qıraqda, gedir başqa oğlanlarla oynayır, deyir. Yox, icazə başqa bir şeydir. Xəbər etmək, məsləhət etmək başqa bir şeydir. Siz bunu müdafiə edirsiniz. Buyurun. Belə deyim də, icazə başqa bir yerə gedir çıxıraq. İcazə, yəni birindən icazə almaq artıq sənin sahibində, onun icazəsi heç görmürsən. Belə bir şeyə gedir çıxır. Bir ki, xəbərləşmək məsələ, o başqa bir şeydir. Təbii ki, arada hörmət varsa, insan bir-birini xəbərləşir. İzah edin, zəhmət olmaz. Xəbərləşmək nə deməkdir? Məsələn, mən bir iş etmək istəyirəm, tutalım ki, evliyəm. Məsələn də, elə də etmişəm. Məsələn, demişəm ki, bəli, mən bu işi etmək istəyirəm, belə bir planım var, yəni etmişəm. Daha icazə teması bu biraz başqa yerə gedir, çıxır, yəni icazə. Başqa oğlanlarla yoldaşımız ola, hansısa mövzunu müzakirə eləməyiniz, başqa oğlanlarla gedib muhattab olmağınız türk dilində belə deyək, normal bir şeydir. Başqa oğlanla niyə? Yoldaşın varsa yoldaşınla müzakirə edirsən də. Onu bilmirsinizsə bu əvvəlcədən deyin də, onu bizi şey eləməyin də, burada durub bizi təkərə salmayın. Mən deyirəm ki, qadın yoldaşına... Yox, elə bir şey var ki, belə bir şey deyil də sizlər. Başqa oğlanla da edə bilər, başqa oğlanla da edə bilər. Nə mənada, nəyi deyirəm? Məsələn, bir iş qurmaq istəyirəm. Tutalım ki, məsələn, biri telefon satışı ilə məşğuldur. Mən də telefon işinə getmək istəyirəm. Təbii ki, mənim yoldaşım məsələn, telefon işində deyilsə, mənim fikrimcə ondan çox bu birisi məsləhətini almaq daha yaxşıdır. Məsləhətləşə bilər, bəli. Axı o sizin Fikir almaq. ailənin sahibidir. Axı o sizin həyat yoldaşınızdır. Siz ondan icazəsiz tanımadığınız oğlan birlikdə olursunuz və həmin adamın sözünü yerə salırsınız. Bax belə bir şeydir Rauf. Bax tam ki sən gitara çalırsan, düzdürmü? Tam ki mən bir gitar almaq istəyirəm. Məsələn bir sənin bildiyin mövzuda. Tutalım mən başqa biri ilə evliyəm. Onun ümumiyyətlə heç anlayışı yoxdur gitardan. Məsələn ona məsləhət edərəmsə gitar almaq istəyirəm, amma gitar almağa gəlib səndən də məsləhət edə bilərəm ki, bu yaxşıdırmı, bu yaxşıdır, hansı yaxşıdır. Yəni bu barədə səndən də məsləhət ala bilərəm. Yəni gitar ansadan sənsənsə, gitardan başa çıxan sənsənsə, səndən də məsləhət ala bilərəm. Siz hələ də başa düşmürsünüz ki, bir çox kişilər qadınlarla bacı-qardaş münasibətində olmaq istəmirlər. Hələ də başa düşmürsünüz. Münasibət nə dəxli var? Bax. Dəxli odur ki, yəni sən gitara çalırsan, gitara satırsan, eşidirsən, Rauf. Mən bir yoldaşım kişi ilə qadının dostluğunun alınmağı milyonda 2'dir. Nə dostluq? Yəni 1 milyon dost olar. Zəhmət olmasa kilo yeməm. 6 aylıq deyil. Sözümə qulaq as. Deyirəm ki, kişi ilə qadının dostluğu redq olur. Yəni çox az hallarda olur. Növbəti olaraq demək istəyirəm ki, bir qadın evliyirsə, əri varsa, o ərinə xəyanət eləyib başqa bir adamlarla məsləhətləşirsə, bütün günü tanımadığı oğlanlarla ünsiyyətdə olursa, o yoldaşına hörmətsizlik edir. Mən belə düşünürəm. Özünüzü ağıllı göstərməyə çalışırsınız, amma ağıllı bir söhbət ortalığa qoymursunuz. Buyurun. Rauf, bir xanımla bir kişi ailə qurursa, ailə həyat yoldaşı deyirsə, mənə görə evlilik anlayışını soruşursansa, mən sənə deyim də, bir insanla evlənsə, həyat yoldaşı olursa, həyat yoldaşı da o onun artıq yaxşı günü, pis günü bərabər keçirməlidir, bərabər yaşamalıdır, bərabər iş etməlidir, bərabər məsləhətləşdirməlidir. Yəni biri-birinə ağalıq edəcək, biri-birinə üstün olacaq kimi bir anlayış olmamalıdır. Qadın da kişidə bərabər yoldaşı olmalıdır. Bu yanaşmaya danışam. Və təbii ki, mən də yoldaşımla məsləhət edərəm hər bir şey. Gitar eləyən xanımlar da var, kişilər də var. Və sizə bunu deyirəm. Yoldaşınız deyir ki, sizə məsəlsin, oğlanlarla münasibəti kəsin, yekunlaşdırın. Ancaq qardaşınızla, öz qohumlarınızla danışa bilərsiniz. Sizə bunu qadağan edir. Qəbul etmərəm. Zəhmət olmasa sözümü kəsməyin. Dinləmə qabiliyyətiniz olsun. İkinci olaraq deyirəm ki,
1000 dənə, milyon dənə gitar çalan qadın var, xanım var. Siz gitar haqqında bilmədiyiniz bir şeyi hansısa bir xanımla məsləhətləşə bilərsiniz. Necə ki, qadın tualetinə gedəndə kişiləri buraxmırlar. Bura ancaq qadınlar gələ bilər. Deyir ki, xanımla da, bəylə də məsləhətləşə bilərəm Marisəcik Salmar aralarında. Amma sizin yoldaşınız deyir ki, onunla məsləhətləşərəm. Yoldaşınız deyir ki, kişilərlə münasibəti kəsin. Siz ona hörmətsizlik eləyib, hansısa bir kişilərlə ünsiyyətdə olacaqsınızsa, sabah sizi boşayacaqlar. Sabah sən, yəni yoldaşımın sözündən çıxandan sonra sən boşana da bilərsən. Sabah sənin uşağın ola bilər. Yoldaşın sən aliment ödəyəcək, amma yenə də ailen dağılmış olacaq. Yəni uşağının atası yanında olmayacaq. Elədiyin hərəkətlərə görə, elədiyin dik başlığa, tir başlığa görə. Yəni mən isə sənə bunu deyirəm. Yəni qarşılıqlı anlaşma olsun da. Necə ki, məsəl üçün tək qadınlara aid elə qadın hüquqlarını dik başlıq deyə sən qarşına ala bilməzsən, qadınların hüququ var burada. Çünki mən doğrusunu deyirəm. Deyirəm ki, kişi qadınların üstündə ağalıq hüququna malik deyil. Həmçinin də qadın kişinin üstündə. Kişi qadına deyirsə ki, sən başqa kişilərlə, başqa insanlarla əlaqədə olma, qadın onu başa düşüb qəbul eləməlidir. Qadın da deyə bilər ki, sən başqa qadınlarla münasibətdə olma, məsləhətləşmək istəsən, get öz kişilərlə, öz həmcinsləri ilə məsləhətləş, kişi də bunu qəbul eləməyi bacarmalıdır. Belə olanda, Azərbaycan Respublikasında 10 milyondan yuxarı olan əhalisi, 10 milyondan yuxarı əhalisi olan Azərbaycan Respublikasında ailə münasibətləri qaydasına düşəcək. Yox, əgər ayısı kimi tirpaşlıq eləyəcəklərsə, əlbəttə ki, o qadına boşanacaq və lənətə gələcəklər. Buyurun. Rauf, eşidirsən məni? Sizə bunu deyirəm. Bax, bir dənə söz deyim də, belə bir söhbət var. Deyir ki, qadın bir kişinin sözünü götürməyi özünə ar bilir, qəbul eləmək istəmir, səhv bilir. Ərindən boşanır, gedir işdir kafedə, başlayır 100 dənə kişinin sözünü götürür. Pivə daşıyır, kafedə kəsmə zəhmət olmasa, kafedə işdir, pivə daşıyır, 100 dənə kişinin sözünü götürür. Bir dənə kişinin sözünü götürməyi özünə pis bilir. O xanımlar da bu cür danışa bilməzsən. O xanımlar, birinci sevən xanım, normal münasibəti olan bəy və xanım hər ikisindən söhbət edir. Sən sözünün çirkinliyini başa düşmürsən? Sənin sözünün mənası budur ki, qadınlar öz ərlərindən artığına rast gəldikləri anda öz nəfsani istəklərinə çatmaq üçün xəyanətə əl atıb hər şeyi məhv etməkdə haqlıdırlar. Lənət olsun Züleyxa kimi murdar, abırsız, şəhvətpərəz, ləyaqətsiz qadınlara və belə qadınların xəyanətini cavabsız qoyan mənim kimi kişilərə.